Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaranın Moskvaya səfəri və Kremldə prezident Vladimir Putinlə danışıqlar aparması Suriyadakı Rusiya hərbi bazalarının taleyini və Suriyanın keçmiş prezidenti, hazırda Moskvada yaşayan Bəşər Əsədin Dəməşqə təhvil verilməsi məsələsini yenidən gündəmə gətirib. Vaxtilə Rusiyada terrorçu təşkilat elan edilən Heyət Təhrir Şam qruplaşmasına rəhbərlik etmiş Əl-Şaranın Moskvaya səfəri ölkə ictimaiyyətində suallar doğurub. Rəsmi Moskva Suriyada vaxtilə Rusiya ordusuna qarşı vuruşmuş şəxsin Kremldə yüksək səviyyədə qəbul olunmasına görə qeyri-prinsipiallıqda ittiham olunur. Mövzunu Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov davam etdirir. Suriyanın yeni liderinin Moskvaya səfəri Rusiya cəmiyyətində birmənalı qarşılanmayıb. Həm keçmiş Suriya prezidenti Bəşər Əsədə siyasi sığınacaq verib, həm də onu devirən Əhməd Əl-Şaranın Kremldə dövlət başçısı tərəfindən qəbulu rəsmi Moskvanı qınaq obyektinə çevirib. Qərbdə bu görüş haqqında dərhal bu qeyri-prinsipiallıqdır deməyə başlayıblar. Rusiyada da bir çox millətçilər Putini qeyri-prinsipiallıq göstərməkdə ittiham edirlər. Deyirlər ki, Rusiya Suriyada Əsədin ordusu ilə birlikdə Əhməd Əl-Şaranın rəhbərlik etdiyi qruplaşma ilə döyüşüb. Onunla indi necə görüşə bilər? Prinsipcə, bu yaxın şərqdə normal hadisədir. Orada koalisiyalar bir ay ərzində yaranır da, dağılır da. Qərb Əsəd hakimiyyətdə olanda Suriyaya hər cür sanksiyaları tətbiq etdi. Orada humanitar fəlakətə səbəb oldu. Məncə mənəviyyat Suriyanın dinc əhalisinin həyatının xilasına yardım etməkdir. Ötən ilin dekabrında Suriyada Əsəd hakimiyyətinin devrilməsi ilə yaxın şərqdə ABŞ və Türkiyə qarşısında geosiyasi cəhətdən zəif duruma düşən Rusiyada Əhməd Əl-Şaranın Moskvaya səfəri ilə regionda əvvəlki mövqelərinin bərpa etmək ümidləri yaranıb. Ekspertlərin fikrincə bu baxımdan Putinin Əhməd Əl-Şara ilə görüşünə həm də praqmatik addım kimi baxmaq lazımdır. Çünki Rusiyanın Suriyada öz maraqları var. Bu ölkədə hərbi bazalar mövcuddur. Rusiyanın əvvəlki hökumətlə imzaladığı müqavilələri var. O ki, qaldı hərbi bazalar məsələsinə. Baxın, Suriyanın hazırki rəhbərliyi niyə Rusiya hərbi bazalarının çıxarılmasında təkid etmir? Aydındır ki, Əhməd Əl-Şara sadə fiqur deyil. O özü 5 il Amerika Birləşmiş Ştatlar həbsxanasında yatıb. O, yaxşı başa düşür ki, regionda mövcud gücə əks çəkili güc lazımdır. Əhməd Əl-Şaranın Moskvaya səfəri Bəşər Əsədin Suriyaya təhvil verilməsi məsələsini gündəmə gətirib. Bəs Moskva Əsədi Dəməşqə verəcəkmi? Moskva Bəşər Əsədi Suriyaya verməyəcək. Mən heç düşünmürəm ki, bu məsələ Kremldəki görüşdə ciddi müzakirə olunub. Ona görə ki, Putinin bioqrafiyasına baxsaq, onu çox tənqid etmək olar. Amma o, heç vaxt ona taleylərini etibar edən dostlarına xəyanət etməyib. Rusiyada hesab edirlər ki, Moskva danışıqlarında əsas məsələ Rusiyanın hərbi obyektlərinin statusu olub. Çünki Moskvanın Aralıq dənizində və Afrikada logistika və güc proyeksiyası üçün dayağa, Dəməşqin isə Əsədin mirası kimi qəbul edilməyən əməkdaşlıq üçün yeni hüquqi və maliyyə çərçivəsinə ehtiyacı var. Rəsmi Moskva Putin və Əl-Şara danışıqlarının yekunu ilə bağlı məlumat açıqlamasa da, insiderlər Kremldə başdan 2 saat yarımlıq danışıqlarda Suriyadakı Rusiya hərbi bazalarının taleyinin əsas müzakirə mövzusu olduğunu bildirirlər. Qeyd olunur ki, Əl-Şaranın Suriya ilə Rusiya arasındakı bütün əvvəlki müqavilələrə əməl etmək vədi Moskvanın 2 əsas hərbi bazasını, Xmeymimdəki aviabaza və Tartusdakı dəniz bazasını saxlayacağına zəmanət verdiyi anlamına gəlir. Öz növbəsində Suriya hakimiyyəti Rusiyanın Əsəd qüvvələrinin qalıqlarının silahlanmasına kömək etməyəcəyi, eləcə də Suriyanın bərpasına yardım edəcəyi zəmanətini alıb. Fərid Əkbərov, İTV Xəbər, Moskva.